Çin qeyri-nüvə hidrogen bombasının uğurlu sınağını həyata keçirib. Bu barədə South China Morning Post məlumat yayıb. Bildirilib ki, yeni texnologiya nüvə materiallarından istifadə etmədən yüksək enerjili partlayışlar yaratmaqla həm hərbi, həm də enerji sahəsində yeni imkanlar aça bilər. Ətraflı sujetimizdə. Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər. Çinin South China Morning Post nəşrinin məlumatına görə nəzarət olunan sahə sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiya meydana çıxıb. Bildirilib ki, qurğunu Çin Dövlət Gəmiqayırma Korporasiyasının 705 saylı araşdırma institutu hazırlayıb. Bombada magnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edilir. 2 kiloqramlıq cihazın sınaq partlayışı zamanı temperaturu 1000 dərəcədən çox olan alov topu yaranıb. Adi partlayıcılarla aktivləşdirildikdə magnezium hidrid sürətli termal parçalanmaya məruz qaldı. Hidrogen qazını buraxdı və alovlandı. İnstitutun elmi əməkdaşı Wang Suyefeng deyib. Qurğunun yaradıcılarının fikrincə bu kombinasiya partlayışın intensivliyinə dəqiq nəzarət etməyə, geniş ərazidə hədəflərin vahid şəkildə məhv edilməsinə asanlıqla nail olmağa imkan verir. Qeyri-nüvə hidrogen bombasının yaradılması Çin Birləşmiş Ştatlar gərginliyi fonunda böyük bir addımdır. Belə ki, hazırda dünyada ona yaxın ölkənin nüvə silahı olsa da, radioaktiv çirklilik və yüksək radiasiya səbəbindən dövlətlər bu tərs silahları göz qorxutmaq məqsədi ilə edirlər. Amma Pekin yeni silah vasitəsi ilə nüvə gücünə bərabər partlayışlar törədə biləcək və bölgədə heç bir radiasiya olmayacaq. Bu isə Çinin önümüzdəki illərdə hərbi üstünlüyü tamamilə əlinə ala biləcəyini işarə edir. Doğrudur, hazırda Çin Xalq Azadlıq Ordusunun bu texnologiyanı hansı məqsədlərlə istifadə edəcəyi və ya silahlandıracağı barədə rəsmi məlumat yoxdur. Bundan belə Pekin gələcəkdə düşmənlərini bu tip silahlarla təhdid edə bilər. Nüvə materiallarından istifadə etmədən yüksək enerjili partlayışlar həyata keçirmək həm hərbi, həm də enerji sahəsində yeni imkanlar aça bilər. Bu inkişaf nüvə texnologiyaları sahəsindəki yarışın bir hissəsi kimi də qiymətləndirilir. Nüvə enerjisinin sülh məqsədli istifadəsi və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri qlobal gündəmdə olduğu bir vaxtda Çinin əldə etdiyi yenilik xüsusi önəm daşıyır. Yəni Çin bu texnologiyanı inkişaf etdirə biləcəyi təqdirdə qeyri-nüvə elektrik stansiyaları yarada və yüksək miqdarda təmiz enerji əldə edə bilər.